İsveçrə çox da güclü bir ölkə deyil mənə görə. Və həqiqi həyatda deyə bilmərəm. Ancaq bu oyuna görə güclü ölkə deyil. Buradan bəlkə uçaq saldırısı elədim. Ya da ki yox, birinci biz bunu bəlkə ala bildik. Çünki vaxta baxıram ki, vaxt çatmayacaq. Oyun aşırı dərəcədə çox çətindir. Normal mod eləyəndə belə çətindir. Qəşəng, super. Hələ ki çox qəşəng gedirəm. Day xərtara getdi. Mən şükür. Mən daha işi uzatmayacağam. Mən daha işi uzatmaqdan xoşum gəlmir. Zaten 2 dəqiqəlik işdir də. Həm İsveçrə nə qədər güclü ola bilər ki? Təsəvvür eləyin ki, zəif deyirik İsveçrəyə. Ancaq 1 milyon ordusu çıxır. Həmin an dərsimi alaram. Mənə elə gəlir şurada. Eşeği utduq. Qəşəng. İsveçrə operasyonu tamamlanmaq üzrədir. Yox, vaxt çatmayacaq. 15 dəqiqədən artıq olsa deyir ki, videodan yüklənmir, eləmir. Açıqcası çox əsəbimi pozur bu vəziyyət. 15 ay. Super. İsveçrə aldıq. Çox qəşəng. Burada İsveçrəli bəzi əsgərlər var, çox əsəbimi pozdular. Ya hələ də əsgər gəlir. Mən ora demişdim. Harry. Az qaldı. Qəşəng İsveçrəni aldıq. Tələblər. Zaten İsveçrəyə çox əsgər götürməyin. Mənim götürdüyüm qədər əsgər götürün. İstəyirsinizsə çox da götürə bilərsiniz. Hə, indi Avstraliyaya biraz götürmək lazımdır. Qəşəng pul sürətli kasaq.
oyunda indi mən nəyi deməliydim sizə? Oyunda ölkələrin sizə niyə görə saldırırlar? Məsələn üçün normal beləncə basanda, məsələn üçün heç nə sizə eləmirlər. Ancaq məsələn üçün jet pointləriniz çox olsa, quzu ala bilmirəm. Qəşəng, bu görevi eləmişik. Süper. Avantaj puanlarına keçək. Hə, indi burada nükleer bombamız var bizim. 5 dənə yazırdı. Beş dənə nükleer bombamız var bizim. Ancaq mən yenə də işlətməyəcəm nükleer bombasını. Bombardıman uçakları çox qəşəng bir şeydir. Hə dostlar, Allah'a şükür ki Avustraliyaya qarşı işlədə biləcəyimiz orduları topladıq. Qəşəng. Avstriya o qədər də asan bir torpaq deyil. Sənin üçün bütün ölkələrin qazancı torpaqlarına görədir. Yəni mənim qabağıma hələ ki elə çıxır. Vay be, 5 dənə nükleer bombamız var. Yəni atom bombası da, siz elə fikirləşin. O, qəşəng. Super. Defans barədən bunları gətirək bura. Nə? Oyunu 2 dəqiqədən ötər çevirdilər. Bax gördünüz də dostlar, bax 2 dəqiqədə oyunu çevirdilər. 2 dəqiqədə Allah bilir 30.000 ordu gətirdilər, oyunu çevirdilər. Hə, onda biz təzə ordu oluşturmalıyıq. Hava dəstəyinə çox ehtiyacımız var. İnşallah udaq. Qəşəng duruq. Super. İstəsəm nükleer bombasını ata bilərəm, ancaq özüm istəmirəm.
Yəni nükleer bombasını atmağım botluq olar məncə. Çünki qəribə bir vəziyyətdə oyuna girən kimi nükleer bombasına sahib oldum. Arkadaşlar, Allah haqqı düz deyirəm ki, hilə də zad eləmədim. Oyuna girən kimi oyun özü avtomatik mənə nükleer bombası verdi. Özüm də bilmədim ki, bu nə tər verdi, necə verdi. Super. Beşək. Allah kahretsin. Ne? Süper dostlar. Hə dostlar. Qaldığımız yerdən davam edirik. Bax Avstraliya. Mən beynimi çöndərmə. Nükleer bombam var zaten. Nükleer bombamı atsan darmadağın olacaqsan. Hə, super. Day vaxtımız çatmayacaq, bağışlayın. Gözünü. Hə, tələb. Da vaxtımız çatmayacaq, video yüklənmir deyənə. Hələ videonun bəzi yerlərini kəsəcəm. Mənə görə böyük bir başardı Avstraliyanı əldə eləyə bilmək. Yəni Avstraliyanın ordusu normaldır. Yıldızım çatmadı. Neyse olsun. Hə, yaxşı, sağ olun dostlar. Bu günlük video bu qədər idi.